Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu efirdədir. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız, dəyərli tamaşaçılar, hörmətli və zəhmətkeş fermerlər. Bugün həmişə olduğu kimi maraqlı bir neçə mövzudan danışacağıq. Xüsusən aqrar biznes festivallarından danışacağıq. İl ərzində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən konkret desək, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə keçirilən bu festivallar Nazirliyin və bölgədə keçirilən ən böyük kənd təsərrüfatı tədbirləri kimi sayılır deyə bilərik buna. Və artıq yeni bir mərhələyə qədəm qoymaqdadır bu festivallar. Həm də məhsul festivalları formasında təşkil olunacaq. Bu festivallarda fermerlərin nələr gözləyir, hansı maraqlı tərəfləri var? Bax, bu mövzunu qonağımla müzakirə edəcəyik. Qonağımız isə Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərovdur. Anar müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun Ruslan müəllim. Növbətdə verilişinizi dəvət etdiyinizə görə mən də hər bir bizi izləyən tamaşaçıları salamlayıram. Təşəkkür edirəm. Anar müəllim, bu məhsul festivalları çox maraqlı səslənir. Əminəm ki, sizin də bugün deyəcəkləriniz çoxdur. Amma istəyərdim ki, əvvəlcə söhbətimizə ilin əvvəlindən, yanvardan bugünə qədər keçirilən aqrar biznes festivalları, həmçinin bu festivalların tərkibində baş tutan dövlət dəstəyi mexanizmləri, panel müzakirələri haqqında bir ümumi məlumat verəsiniz, zəhmət olmasa. Xatırlatmaq istəyirəm ki, aqrar biznes festivallarının əsas mahiyyəti bölgələrdə yaşayan bizim fermerlərimiz, yəni məhsul istehsalçılarımızla təchizatçı şirkətlər arasında əlaqələrin qurulmasıdır və bu dövlət özəl tərəfdaşlıq platformasıdır. Siz düzgün qeyd etdiniz ki, artıq biz bölgələrdə keçən il bütün iqtisadi bölgələrdə, rayonlarda biz bu tədbirləri həyata keçirmişdik. Bu il də bugünkü günə qədər biz 5 iqtisadi rayonda 5 tədbir həyata keçirmişik və sevindirici hal odur ki, o tədbirlərin biri də məhz azad olunmuş ərazilərdə təşkil olunmuşdur, Zəngilanın Aralı kəndində və ilk dəfə olaraq azad olunmuş ərazilər sırf yerli sakinlərin iştirakı ilə belə bir kütləvi tədbir keçirilmişdir. 800-dən çox yerli sakin və ətraf bölgələrdə olan fermerlərimiz orada iştirak eləmişdir. Və onu da qeyd etmək istərdim ki, bizim bu ildən başlayaraq Aqrar Biznes Festivalı çərçivəsində dövlətin maliyyə mexanizmləri adı altında panel diskussiyalar təşkil olunur. Bu format özünü doğruldub və bunun əsas müsbət tərəfi odur ki, birbaşa olaraq fermerlərin fəaliyyətini təşkil etmək üçün fermerlərə dəstəyin göstərilməsi, onlara həm subsidiyaların, həm kreditlərin, həm maliyyə resurslarına çıxışının asanlaşması nöqteyi nəzərdən iştirak edən bütün dövlət qurumlarının nümayəndələri həmin bu panel müzakirələrdə aktiv şəkildə iştirak edir. Həmçinin də burada banklar, bank-kommersiya təşkilatları və digər qurumlar iştirak edirlər. Və bütün bu panellərdə həm yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həm həmin bölgədən seçilən millət vəkilləri, həm ziyalılar, həm ictimai fəallar da aktiv şəkildə iştirak edir və bu bir növ ictimai müzakirələrə dönmüşdür bu format. Yəni fermerlər orada suallarını verirlər, suallarına cavab tapırlar və məsələlər yerində həll olunur. Düzdürmü? Demək olar ki, bütün məsələlər yerindəcə həllini tapır. Əlavə araşdırmağa ehtiyac olan məsələlər isə bir müddətdən sonra belə deyək də baxılar araşdırılır və növbəti tədbirdə artıq bir növ əvvəlki tədbirlərin hesabatlıqda həyata keçirilir. Çox gözəl. Anar müəllim, indi gələk bu məhsul festivallarına. Maraqlıdır ki, bax bu məhsul festivallarına start verirsiniz. Bunun üstünlüyü nə olacaq, əhəmiyyəti nədir, fermerlər bundan nə qazanacaqlar və bölgənin kənd təsərrüfatı həyatına nə kimi, belə deyək də, müsbət təsiri olacaq? Adından da göründüyü kimi məhsul festivallarıdır. Yəni, hər bir bölgənin iqlim torpaq şəraitinə uyğun olaraq bilirsiniz ki, yetişdirilən, becərilən məhsullar var və əsas məqsəd həmin bölgənin aqroturizm potensialının artırılmasıdır, investisiya mühitinin yaxşılaşdırılmasıdır, fermerlərin yetişdirdiyi, becərdiyi məhsulların geniş kütlə arasında tanıtılmasıdır. Həmin bizim yerli məhsul yetişdirən fermerlərimiz və istehsalçılarının məhsula marağının artırılmasıdır, onların ixrac potensialının artırılmasıdır. Bizim ənənəvi keçirdiyimiz aqrar biznes festivalları biz az öncə qeyd etdiyimiz kimi bütün iqtisadi rayonlarda təşkil olunur. Burada fermerlərlə təchizatçı şirkətlər arasında əlaqələr qurulur. Fermerlər birbaşa olaraq təsərrüfatında lazım olan texnologiyalar, avadanlıqlar, sertifikatlı tinglər
ondan sonra sertifikatlı toxumlar təqdim olunur. Amma bu məhsul festivallarının əsas özəlliyi ondan ibarətdir ki, bu təşəbbüslər məhz bölgələrdən gəlib və hər bölgəyə xas olan bitki ətrafında bu tədbirin keçirilməsi təklifi gəlmişdir. Çox gözəl. Anar müəllim, məhsul festivallarının keçirilməsində kriteriyalar necə müəyyənləşdirilir? Misal üçün, şərt olaraq deyirəm, tutaq ki, Samuqda ərik festivalı və yaxud da Kürdəmirdə Bostan festivalı. Adları artıq mən bəzilərini anons eləmiş oldum həm də. Məndə olan məlumat var fermerlərimiz üçün. Amma daha ətraflı sizdən eşitək. Necə olur bu müəyyən olunur və yeri gəlmişkən hansı rayonlarda gözlənilir? Bəzilərini indidən anons eləsək bizim fermerlərimiz eşitmiş olarlar. Qeyd etmək istəyirəm ki, bu məhsul festivalları iyun ayından başlayır, noyabr ayına qədər davam edəcəkdir. Ümumilikdə 9 iqtisadi rayonu əhatə etməklə 13 bölgədə təşkil olunacaqdır və siz qeyd etdiyiniz kimi ilk bizim bu il təşkil olunan məhsul festivalı məhz Samux rayonunda keçiriləcək və orada sadəcə ikinci ərik festivalı təşkil olunacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bizim ümumilikdə ölkədə müxtəlif bölgələrdə məhsul festivalları vaxtaşırı təşkil olunmuşdur. Onlardan misal olaraq, məsələn, Göyçədə təşkil olunan nar festivalı, Qubada təşkil olunan alma festivalı, Sabirabadda təşkil olunan qarpız festivalı və onların arasında bəlkə də ən uğurlu və davamlı olaraq təşkil olunan üzüm və şərab festivalı, hansı ki, mütəmadi olaraq Şamaxı rayonunda təşkil olunur və onu da qeyd etmək istəyirəm ki, bu ildən başlayaraq üzüm və şərab festivalı da Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçiriləcəkdir və burada xüsusi olaraq üzümün əkilməsində dövlətin göstərdiyi dəstək mexanizmləri, həmin sahəyə ayrılan subsidiyalar, onun becərilmə texnologiyaları, dünyada tanınmış yaxşı nümunələr olan məsələlərə də yer ayrılacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu il təşkil olunan məhsul festivalları mərkəzləşdirilmiş qaydada vahid format əsasında həyata keçiriləcəkdir və bu da əlavə olaraq bölgələrin turizm potensialının, aqroturizm potensialının artırılmasına, ora əlavə investisiyaların cəlb olunmasına dəstək verəcəkdir. Bilirsiniz ki, Azərbaycanda həm bostan, həm tərəvəz məhsulları biz özümüzü 100% təmin edirik, hətta böyük bir hissəsini biz xarici ölkələrə ixrac edirik və ona görə də biz şərti olaraq məhsul festivalları haqqında danışsaq, birincisi ənənəvi olaraq bizim bölgələrdə yetişdirilən məhsullar ətrafında söz açmaq istərdim. Bizim təşkil olunan tədbirlərin biri iyun ayının 30-unda Şəmkirdə təşkil olunacaqdır. Tərəvəz festivalı, bilirsiniz ki, Şəmkir Azərbaycanda xüsusən də tərəvəz istehsalı üzrə lider mövqeyə sahib olan bölgələrdən biridir. Həmçinin ixracında da lider. Bəli, həmçində o bölgədən olan fermerlərimiz, istixana sahibləri yetişdirilən məhsulun böyük bir hissəsini xarici bazarlara ixrac edirlər. Bizim digər istiqamət bostan bitkiləridir, hansı ki, bilirsiniz ki, burada da Azərbaycan həm özünü təmin edir, həm xarici ölkəyə kifayət qədər həcmdə məhsul ixrac edir və bizim bu il Kürdəmir rayonunda iyul ayında bizim Bostan festivalımız təşkil olunacaq. Bilirsiniz ki, Kürdəmir də çox böyük bir rayondur və orada da xüsusən də bostan bitkiləri üzrə aparıcı mövqeyə sahibdir. İkinci istiqamət bizdə o bölgələrdir ki, hansı ki, həmin bölgələrdə yetişdirilən məhsul bölgə üçün yenidir. Buna misal olaraq Göygölü göstərmək olar ki, orada moruq bağları salınır. Bəli, əvvəlki dövrlərdə orada mövcud idi, amma artıq bu ixrac nöqteyi nəzərdən daha böyük həcmdə meyvə bağları salınır. Ağstafanı göstərmək olar, orada bizim noyabr ayında yer fındığı festivalı təşkil olunacaqdır. Maraqlıdır. Bəli, və orada bizim bir neçə sahibkarımız Ağstafada yer fındığı bağları salıb və artıq məhsul verməmişdən qabaq artıq bunlar bir sıra şirkətlərlə də müqavilə bağlayıblar və orada yetişdirilən bütün bu yer fındığını artıq emal nöqteyi nəzərdən bunlar təhvil verəcəklər və orada öz işlərini artıq uğurla qurublar. Digər məsələn burada göstərmək olar, məsələn, Samux rayonu, harada ki, bizim bu il təşkil olunan ilk məhsul festivalımız keçiriləcək. Bilirsiniz ki, ərik o zonada yenicə salınır, o intensiv meyvə bağları və təbii ki, bunun hamısının arxasında dövlətin göstərdiyi maliyyə dəstəyi var, subsidiyalar var, xüsusən də yeni salınmış meyvə bağlarına verilən subsidiyalardır ki, hansı ki, o dəstək, dövlətin dəstəyi olmasa bəlkə də həmin bölgələrdə bu kütləvi şəkildə bu qədər bu sahələrə maraq da olmazdı. Ona görə də bu ikinci bir istiqamətdir ki, hansı ki, yeni məhsulların salınması. Digər istiqamət biz şərti olaraq bölsək, burada birbaşa olaraq emala xidmət edən və
hər hansı bir məhsul ətrafında sənayeləşmə proseslərinin baş verməsini biz müşahidə edə bilərik. Məsələn, bilirsiniz ki, biz Azərbaycan ən çox xaricə satan kənd təsərrüfatı məhsullarından biri pambıqdır, yəni mahlıcdır və o da bizim Saatlı rayonunda bu il həm əkilən sahə görə, həm də ki, məhsuldarlığa görə lider bölgədir və biz bu il Saatlı İcra Hakimiyyəti ilə birlikdə pambıq festivalının keçirilməsinə qərar vermişik və orada da söhbət təkcə pambığın tədarükündən deyil, həmçinin də pambığın emalı və onun dəyər zənciri üzrə digər proseslərlə bağlı fəaliyyətin də təşkil olunmasına xüsusi yer göstəriləcəkdir. Həmçinin də Saatlı təşkil olunan pambıq festivalında biz düşünürük ki, beynəlxalq forum təşkil edək və bizə dost olan Pakistan, Türkiyə, Özbəkistan kimi dövlətlərin də mütəxəssislərin iştirakı ilə beynəlxalq forumun keçirilməsidir. Həmçinin digər bizim istiqamət bu məhsul festivallarının müəyyən olunmasında da sırf kəndli fermer həyatının təbliği üzərində qurulmuşdur. Bizdə məsələn Daşkəsəndə iyul ayında təşkil olunacaq növbəti məhsul festivallarının birində kəndli fermer həyatını biz təbliğ etməyə düşünürük. Məsələn, Neftçalada təşkil olunan balıq festivalında sırf balıqçılığa olan diqqətin artırılmasını, balıqçılığın üzləşdiyi çətinliklər, onun müsbət tərəfləri, ümumi olaraq balıqçılıqda bu sahəyə dövlət dəstəyi, bu sahədə dövlət dəstəyi, yeni subsidiyaların verilməsi, maliyyə qurumlarının sırf balıqçılığın inkişafına yönəlmiş yeni kreditlərin verilməsi məsələsi. Həmçinin də bizim bu balıq festivalında, Neftçalı təşkil olunan balıq festivalında iştirak edən bizim zəhmətkeş fermerlərimiz və digər şəhər sakinləri də məhz balığın tutulması, yetişdirilməsi bu kimi fəaliyyətlərlə də yaxından tanış ola bilərlər. Çox maraqlı. Həmçinin də qeyd etmək istəyirəm ki, bizdə Şəmkirdə təşkil olunan Tərəvəz festivalında da biz düşünürük ki, elə həmin bölgədə fəaliyyət göstərən istixana sahibləri, bizim fermer təsərrüfatlarımızın dəstəyi ilə biz istəyirik ki, həmin bu məhsul festival çərçivəsində böyük bir piknik aksiyası keçirək. Yəni orada mərkəzi parkların birində 100-dən artıq xüsusi olaraq ayrılmış məkanlar var ki, orada bizim həm şəhər sakinləri, həm gələn qonaqlar orada bir piknik mədəniyyətini də biz belə deyək də təbliğ etmiş olacağıq və orada piknikdə olan bütün qida məhsulları, ərzaq hamısı bizim həmin o bölgədən olan istixana sahibləri və fermer təsərrüfatları tərəfindən təmin olunacaqdır. Ana müəllim, danışırsınız, mən artıq təsəvvür edirəm. Əminəm ki, televizor qarşısında bax bizim fermerin real dostuna hal-hazırda baxan nəinki fermerlər, həmçinin tamaşaçılar üçün də, o bölgədən olan xüsusən insanlarımız üçün də maraqlıdır. Artıq belə bir də gözümün önündə bir xəritə formalaşdı. Yeri gəlmişkən bizim bir xəritəmiz var, rejissorumuzdan xahiş edəcəm o xəritəni də ekrana gətirsin. Həqiqətən də çox böyük işlər görürsünüz və bölgənin həyatında, kənd təsərrüfatı həyatında, ictimai sosial həyatında bu çox böyük fəaliyyət növüdür. Mənim gözümün önünə gəldi, əminəm ki, tamaşaçıların da əslində bu illər əvvəl Sovetlər dönəmində məhsul bayramları var idi. Məhsul bayramlarının məqsədi nə idi? Sənət adamları, müəyyən belə deyək də, sənətçilər, aktyorlar, müğənnilər, hətta görkəmli bizim Rəşid Beypudov, Şövkət Ələkbərova kimi dəyərli sənətkarlar bölgələrə gedirdilər, zəhmətkeş insanların arasında olurdular. O zamanlar hətta kənd təsərrüfatı mövzusunda maraqlı nəğmələr ərsəyə gəlirdi. Əslində bu formata yaxındır bu məhsul belə deyək də festivalları. Orada yəqin ki, müəyyən bədii hissələr nəzərdə tutulur. Amma təbii ki, əsas hədəf, əsas məqsəd kənd təsərrüfatıyla məşğul olan insanların belə deyək də bu sahədəki fəaliyyətini daha da təşviq etmək, dövlətin bu sahəyə diqqətini daha da çox təbliğ eləməkdir ki, bunu siz həqiqətən də çox yüksək səviyyədə həyata keçirirsiniz və təqdirə layiq haldır. Buna görə sizə təşəkkür edirik. Çox sağ olun. Ana müəllim, keçiriləcək festivallarda bölgə və fermer nə əldə edəcək? Bilirsiniz ki, hər bölgədə bizim zəhmətkeş fermerlərimiz həmin bölgəyə xas olan bir məhsul yetişdirir və bizi əsas məqsədlərdən biri odur ki, fermer öz məhsulunu realizə etsin, satsın və maksimum dərəcədə çox gəlir əldə etsin. Təbii ki, əsas başlıca məqsəd budur. İkinci məsələ, fermerin burada, az öncə siz də qeyd etdiyiniz kimi, fermer müəyyən müddət ərzində hər hansı bir məhsul əkir, onun
məhsul bar verməyini gözləyir və artıq məhsulu yığanda, realizə edəndə bu bir növ bayramdır. Bəli. Və biz burada həmçinin istəyirik ki, bölgədə olan bizim sakinlərimiz, həm şəhərlərdən gedən, istirahət edən, həmin bölgələrdə olan bizim sakinlərimiz də fermerin sevincinə şərik olsun və bayram ab-havası yaradılsın. Və orada təbii ki, həmin bu məhsul festivallarında daha çox vaxt təşkil olunur, gün ərzində təşkil olunur və orada həm həmin bölgəyə xas olan folklor nümunələri səsləndirilir, həm orada bizim yerli sənətçilərimiz iştirak edir və ümumi olaraq rayonun bütün il ərzində gördüyü bütün fəaliyyət, bütün sahələr orada əksini tapır. Digər məsələ burada təbii ki, bizim zəhmətkeş fermerlərimizin müəyyən dövrdə istirahətinin təşkil olunmasıdır ki, yəni il ərzində çalışır, vuruşur, məhsul becərir, yetişdirir və artıq onun saçını həyata keçiriləndən sonra həmçinin də orada fermerlərimizin asudə vaxtının belə deyək də səmərə təşkil olunması, onun istirahətinin təşkil olunmasıdır, bu mədəniyyətin aşılanmasıdır və burada fermerlərimizə göstərmək ki, yəni həm dövlət, həm ictimai, həm biznes sahədə fermerin durmadan hər zaman yanındadır. Digər məsələ burada biz istəyirik ki, fermerlər öz məhsullarını müəyyən dünyada baş verən texnologiyalar əsasında həm saxlasın, həm becərsin, həm yetişdirsin və buna görə də biz mütəmadi olaraq xüsusən də bu məhsul festivalları zamanı soyuq zəncir sistemi üzrə təlimlərin keçirilməsini həyata keçirir ki, fermer öz məhsulunu artıq piştaxtaya çıxartmamışdan qabaq onun düzgün saxlanmasını təşkil etsin ki və daha yaxşı dövrdə daha keyfiyyətli məhsulu bizim belə deyək istehlakçılarımıza çatdıra bilsin. Dövlət və bölgə xüsusən də buradan nə əldə edir? Təbii ki, aqroturizm potensialının artırılması, həmin məhsul ətrafında geniş məlumatın verilməsi, həmin məhsul ətrafında həmin bölgəyə aid olmasını geniş kütlələr arasında təbliğ olunması, həmçinin də burada dövlət isə ümumilikdə burada nə qazanır? Təbii ki, biz istərdik ki, sosial fermerlərimizin, sakinlərinin sosial refahı yüksəlsin. Çünki fermerlərimiz nə qədər sağlam məhsul yetişdirsə, nə qədər məhsullarla çox olsa və nə qədər onu yaxşı, o özlərinə yaxşı olan qiymətə sata bilsələr, təbii ki, bu bir o qədər də sosial refah yaxşılaşacaqdır. Və ümumi olaraq da biz burada əsas məqsədlərdən biri də dövlətin maliyyə dəstəyi sayəsində həmin yetişdirilən məhsulların emal olunması, həmin məhsullar bölgələr ətrafında emal müəssisələrinin qurulması, yaradılması və artıq biz xarici bazarlara emal olunmuş məhsulların satışı həcmini daha da artırmaqdır bu məsələlər əsas. Təsadüfi deyil ki, mən də dəfələrlə verilişdə səsləndirirəm bu fikri. Siz də o söz dediniz, çox xoşuma gəldi. Bizim də əsas şüarlarımızdan biri odur ki, fermerin difahı aqrar sahənin inkişafı deməkdir. Bütün bu, belə deyək də, dövlətin dəstək mexanizmləri, görülən tədbirlər, sizin tərəfinizdən təşkil olunan və hal-hazırda kadrların gördüyümüz bütün, belə deyək də, parametrlərlə, bütün hissələrlə bütövlükdə bu tədbirlərin hamısının məqsədi fermerin difahının günü-gündən daha yaxşı olması və necə deyərlər, onun daha çox gəlir əldə etməsinə xidmət göstərir. Yekuna doğru Anar müəllim, çox istəyərdim ki, bax bu ənənəvi keçirilən aqrar biznes festivallarından nisbətən daha yeni format olan məhsul festivallarını bir müqayisə eləyək. Yəni hansı üstünlükləri olacaq məhsul festivallarının? Müqayisə etmək istəməzdim, amma oxşar tərəfləri və fərqli cəhətləri qeyd etmək istərdim. Biz bugünə qədər 66 bölgədə aqrar biznes festival keçirmişdik və bizim axırıncı təşkil olunan Qubadakı aqrar biznes festivalında yeni qoşulan bir şirkət 40 ədəd bağçılıqda tətbiq olunan kiçik ölçülü traktor satışını həyata keçirmişdi. Bu da böyük bir rəqəmdir. Bəli, Qubada təşkil olunan festivalda 40 ədəd yaxşı rəqəmdir. Traktor satışını həyata keçirmişdi. Daha doğrusu müqaviləsi bağlanmışdır və növbəti aylarda bunun belə satışı həyata keçiriləcəkdir. Və bizim bu aqrar biznes festivalı və məhsul festivalları onların oxşar cəhətləri ondan ibarətdir ki, bunlar hər ikisi dövlət-özəl tərəfdaşlığı formatında həyata keçirilir və burada həm dövlət, həm banklar, bank olmayan təşkilatları, sahibkarlar, yerli istehsalçılar hamısı burada aktiv şəkildə iştirak edirlər və bizim bu məhsul festivallarında bizim fermerlərimizlə yanaşı, dövlət qurumlarına yanaşı, həmçinin də
supermarketlər şəbəkəsi də yaxından iştirak edəcəklər və bizim bölgələrdə məhsul yetişdirən fermerlərimizin məhsullarının alınmasında da yaxından iştirak edəcəklər. Çox yaxşı təşəbbüsdür, maraqlıdır. Maraq göstərilmişdir. Və ikinci məsələ budur ki, bizim burada aqrobiznes festivallarında və məhsul festivallarında Nazirliyin Aqrar Tədarük Təchizat Açıq Səhmdar Cəmiyyəti də yaxından iştirak edir və məhsul festivala keçirilən bölgəyə xas olmayan digər məhsulların da həmin bölgəyə gətirilməsi, çatdırılmasını təmin edəcəkdilər. Tutaq ki, məsələn, əgər biz Şəmkir rayonunda Tərəvəz festivalını keçiririksə, onlar cənub bölgəsindən, şimal bölgəsindən bizim digər fermerlərimizin həmin bu Şəmkirə gəlməsini təşkil edəcəklər ki, onlar da öz məhsullarını, yəni hər öz bölgəsinə xas olan məhsulların satışında orada təşkil edəcəklər, bəli. Və bizim aqrobiznes festivalları bizdə daha çox fermerlərlə təchizatçı şirkətlər arasında əlaqələrin qurulmasına xidmət edir. Bizim fermerlərimiz öz təsərrüfatında tətbiq edə biləcək yeni texnologiyalar, avadanlıqlar, innovasiyalar alışını həyata keçirilir. Məhsul festivallarında isə daha çox həmçinin bizim fermerlərimiz öz məhsullarının satışını həyata keçirə biləcəklər və bu söhbət təkcə tədbir günü öz məhsulu realizə etməkdən söhbət getmir. Orada qurulan əlaqələr nəticəsində artıq növbəti günlər, həftələr ərzində də öz məhsullarının satışını həyata keçirmə imkanı qazanacaqlar. Və məhsul festivalları ümumilikdə bir gün, 2 gün davam edəcəkdir və daha çox belə bayram abu-havası ilə keçiriləcəkdir. Aqrobiznes festivalında isə daha çox biznes sahəsinə yönəlib təlimlərin keçirilməsi, sərgi hissəsi, treninqlərin keçirilməsi, panel müzakirənin keçirilməsi və bir məsələni də qeyd etmək istəyirəm ki, bizim bu məhsul festivallarında da bizim artıq bu ildən başlayan dövlətin maliyyə mexanizmləri panel müzakirələrdə aktiv şəkildə davam edəcəkdir. Biz hal-hazırda Anar müəllim, siz danışırsınız və rejissorumuzdan təşəkkür edirəm. Böyük bir xəritəni bizim qarşımıza və tamaşaçılara nümayiş elətdirir. Azərbaycanın bütün ərazisini demək olar ki, əhatə eləmişsiniz. Hətta Naxçıvan ərazisində də tədbirləriniz olub və olacaq. Elə buradan da belə deyək də Naxçıvandan bizi izləyən tamaşaçılara demək istəyirik ki, bu il ərzində səhv eləmirəmsə tədbirləriniz nəzərdə tutulub. Bu məsuliyyətli, böyük və zəhmət tələb edən işinizdə sizə və bütün komandanıza, həmçinin Kənd Təsərrüfatı Nazirliyinə, Aqrar İnnovasiya Mərkəzinə uğurlar arzulayıram. Təşəkkür edirəm ki, gəldiniz və bizə bu tədbirlər barədə geniş və ətraflı məlumat verdiniz. Çox sağ olun. Çox sağ olun. Mən bir şey də qeyd etmək istərdim, Ruslan müəllim icazənizlə. Bizim bu, bilirsiniz ki, bu il təşkil olunan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi artıq 4 gün keçirilmişdir və gələn ildən etibarən artıq Aqrivik, yəni Kənd Təsərrüfatı həftəsi çərçivəsində təşkil olunacaqdır. Kaspian Aqro sərgisi, bəli. Və bizim bu il təşkil etdiyimiz bu məhsul festivallarında da o bölgələr hansında ki, məhsul festivalı təşkil olunacaqdır, gələn il Kaspian Aqro sərgisində bizim xüsusi olaraq orada stendlərlə təmsil olunacaqdır və biz bir növ Azərbaycanın iqtisadi rayonlarının xüsusi olaraq hər bölgəyə xas olan məhsulla biz orada onun təqdimatında həyata keçirmək istəyirik. Yəni bizim gələn təşkil olunan Kaspian Aqro sərgisində artıq məhsul festivalında iştirak edən bölgələr də təmsil olunacaqlar. Bu da çox maraqlı və yaxşı xəbər oldu. Mən sizə minnətdaram Anar müəllim. Çox sağ olun ki, gəldiniz və bizə, tamaşaçılara geniş, ətraflı məlumat verdiniz. İşlərinizdə uğurlar arzulayıram. Dəyərli dostlar, hörmətli fermerlər, əziz tamaşaçılar və Azərbaycanın bölgələrində yaşayan bizim dəyərli sakinlərimiz, elə yekunda mən bir daha anons etmək istəyirəm və çağırış etmək istəyirəm. Qarşıda birinci ən yaxın tarix 21 iyun tarixidir. Bu tarixdə bizim gözəl rayonlarımızdan biri Samux rayonunda ikinci Ərik festivalı olacaq. Hamınızı orada dəvət edirik. Mən də orada olacağım mütləq şəkildə. Və 30 iyun tarixində isə Şəmkirdə birinci Tərəvəz festivalı. Tərəvəz festivalı çox maraqlı olacaq. Ümumiyyətlə, bütün festivallar, məhsul festivalları bu ildən keçirilən yeniliklərlə doludur, maraqlıdır. Biraz əvvəl də qonağım Anar müəllim bununla bağlı ətraflı danışdı. Bu haqda növbəti verilişlərdə yenidən danışacağıq. Gələn həftə Fermerin Real Dostunda görüşmək ümidi ilə sizlə sağollaşıram. Hələlik.